Hörmətli izləyicilər, belə bir şəxsi tikili 4 otaqlı evimiz satışa çıxıb. 4.6 sotdadır, kupçalıdır. Bax, həyətyanı sahənin ön hissəsi bu qaydadadır. Hasarların çöl hissəsindən kimi ağlaydaşlarla yüzlənib. Bütün tərəflərini keçid etmək mümkündür. Maşın üçün əlavə görürsünüz. Jalüzi darvaza. Bir dənə tez bazar yan tərəfləri sizlərə göstərim. Bax, belə bir yan hissə mövcuddur. Burada yay mətbəxi. Daha sonra əldamı deyə əlavə avadanlıqların yığılması üçün həyətyanı sahənin sanitar qovşağı. Bax, burada belə bir yay mətbəxi var. 4 tərəfini evin keçid etmək mümkündür. Arxa tərəfində belə bir böyük sahə saxlanılıb. Burada qeyd etdiyim kimi həyətyanı sahənin sanitar qovşağı. Ev deməli şəxsi səbəblər üzündən satılır. 120 kvadrat metrlik evdir, hörmətli dostlar. 4 otaqlıdır. 4.6 sotda inşa olunub. Bax, görürsünüz, bu hissəsini də sizlərə göstərim. Qazın suyun işığın fasiləsi olduğu mərkəz kanalizasiya fəaliyyət göstərdiyi bir ərazidir. Ev bütün əşyaları ilə, bütün avadanlıqları ilə birlikdə satılır. 40-ın deməli 60 fundament üzərində inşa olunub. Həyətyanı sahənin ön hissəsinə bir daha baxaq. Qoşa daşla tikilib şəxsi ehtiyaclar üzündən satılır. Bax, giriş isə bu qaydadadır, hörmətli dostlar. Burada belə bir əlavə otaq mövcuddur. Bu hissəni sizə göstərim. Bura əlavə deməli əşyaların yığılması üçün istifadə edirlər. Ancaq yataq otağını rahatlıqla vermək mümkündür. Bununla birlikdə 4 otaqlı evdir. Bütün avadanlıqları ilə birlikdə satılır, daxil olur evə. Soldan davam edir, solda yerləşir. Ailə üçün nəzərdə tutulmuş yataq otağı. 30 kvadrat metrli bir yataq otağı mövcuddur. Kupçalı çıxarışlı evdir. Bu sağ hissədə qapının arxa tərəfindən bəlkə də görünməli. Burada da böyük bir mebel yığılıb, haradasa 80 cm dərinliyində. Əlavə olaraq burada belə bir yataq zal hissi yerləşir. Bütün mebel və texnika ilə birlikdə satılır. Elektronika daxil. Bütün mallar da brenddir, hörmətli dostlar. Elə sonla davam edəndə burada yerləşir uşaqlar üçün nəzərdə tutulmuş yataq otağı. Bax, belə bir otaq. 4 tərəfdən cüt kubikli inşa olunub, ümumi mərtəbənin yeşunda beton kəmər atılıb. Masazır qəsəbəsində yerləşir. 569 nömrəli marşrut yolunun 200 metrliyindədir. 6 nömrəli məktəbin 700 metrlik məsafəsindədir. Burada isə yerləşir son olaraq da hamam sanitar qovşaq. Burada haradasa 3-3 ölçülərindədir. Bəlkə də daha çoxdur. Minimum 9 kvadrat metri var. Start qiyməti 167.000 manat, alıcılara endirim nəzərdə tutulub. Təcili olaraq satılır. Əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.